Windows'da ikinci panel, Windows 11 üçün PowerTouch yeniləməsi ilə yeni Command Palette Box istifadəyə verilib və bu funksiya sistemi daha sürətli idarə etmək istəyənlər üçün xeyli maraqlı görünür. Panel ekranın üst, alt, sol və ya sağ hissəsinə bərkidilə bilir, yəni istifadəçi öz iş ritminə uyğun görünüş seçə bilir. Ən yaxşı tərəfi isə budur ki, bu yenilik klassik taskbarı əvəz etmir. Ona əlavə rahat qat yarat. Bu dock vasitəsilə tətbiqlərə, komandalar və müxtəlif qısa yollara daha tez çatmaq mümkün olur. Microsoft bu funksiyanı hələ preview kimi təqdim edir, yəni yaxın aylarda daha çox imkanın gəlməsi gözlənilir. Sanki Windows biraz mən də çevik ola bilirəm demək qərarına gəlir. Bununla yanaşı, real istifadədə yaddaş sərfiyyatı da diqqət çəkir və bəzi testlərdə Command Palette prosesinin təxminən 300 MB RAM istifadə etdiyi göstərilib. Bu, rahatlıq qarşılığında verilən kiçik bir resurs haqqıdır, amma zəif sistemlərdə nəzərə alınmalı məqamdır. Bəs səncə Windows'a belə ikinci panel lazım idi? Yoxsa bu funksiya daha çox göz oxşayan, amma sonra unudulan yenilik olacaq?